Bunların hamısını Seyfəddin doktor şəxsən özü hazırlayır və yaxud hazırlatdırır. Məcunlardır, məlhəmlərdir. Varikoz damar xəstəliyi. Məsəl üçün, varikoz damar xəstəlikləri üçün çox gözəl deməli, effekti olan deməli, belə bir məlhəmimiz var. Ondan sonra üzdəki prişiklərdir, sızanaqlardır, gənə xəstəliyindən əziyyət çəkirsə insan, qızartılar, qırışlar, bax, belə arı südü kremimiz var burada, gözəl. Ondan sonra... Bədəndə çapıq, yara, dəridə qırış, sızaqlar. Quruyur dəridə də görürsən, çox gözəl bunun da effekti var. Bu da Seyfəddin doktor hazırlayır. Və mən bu məcundan danışmaq istəyirəm. Mən bunun adını qoymuşam Dədə Baba deməli məcunu. Rəhmətli nənəm Füzulidə olanda hazırlayırdı babamı. Vallahi billahi biz də yeyirdik, uşaq idik da. Qəşəng. Bunun içində məsəl üçün biz onda bal yox idi. Biz tutdu şabı ilə eləyirdik. Daha doğrusu nənəm eləyirdi. İçinə qoz çəkib qatırdı, fındıq çəkib qatırdı. Avokadosu yox idi, nənəyə yağı idi. Nənəmin avokadosu da yox idi. Məsələn, müəyyən şeylər, amma burada avokado da var. İçində qoz, badam, fındıq, mumya, arı məhsulları, arı südü. Yəni, möcüzəvi bir məcundur. Bu da nə edir Nadir müəllim? İmmuniteti gücləndirir, qaraciyəri təmizləyir, Aypərvanə xanım. İnsanda cinsi güc artırır, cinsi həvəs yaradır. Yəni, min bir dərdin məcunu da istifadə eləyin. Təbii. Sonra Dəmirov. Dəmirovun bütün növləri, pullu, pulsuz. Haradızda Dəmirov varsa, qaşıntı, səpki, bax, belə bir şeylər varsa, bu da çox gözəl təsir edə bilir. Migren ağrıları üçün. Hə, migren ağrıları üçün də bizim belə bir məlhəmimiz var. Sürtürsən, yəni bundan masaj edirsən, boynun arxasın, alın nahiyəsin, bu da ağrıları götürür.